Təbii ki, əlavə yol xərci olacaq. Yəni o qədər də yaxşı təsir eləmir. Həm də yol xərcindən əlavə əziyyət də olacaq. Çünki mən birbaş Koroğluya gedirəm. 20 yanvardan Koroğluya. Məcburən 28-də düşüb əlavə bir də. Həm də evdən gərək daha da tez çıxam. Çünki vaxt itkisi də olacaq eyni zamanda. Yəni bir çox yöndən problem yaradır insanlara. Cibizə yox, hələ cibdən əlavə mənəvi zülmdür. Və sonra maddiyyatdır. Mənəvi zülm olandan sonra maddiyyat yaddan çıxır. Çox çətindir. Millət üçün doğrudan da xoşa gəlməyən haldır. Qabaqlayıcı tədbirlər lazımdır. Neyniyət, qanun budur. Çətinlik olsa da neynəməliyik? İndi yanğın nəsə şəhər üçün, nəsə xalq üçün eləyirlər. Cəmaət üçün yaxşı olar da, pulsuz olsa daha yaxşıdır da. Yaxşı olmaz da, artıq xərcdir bunlar. Mən bir-iki gün bundan qabaq eşitdim, başladım avtobusla istifadə eləməyə. Olmalı da bir iş, öhdəsindən gəlməliyik. Çox təsirlidir, ancaq öhdəsindən gəlməliyik. Maddi cəhətdən, yəni sərf eləməyəcək. Yox, mən pensiyası adamım elə elmələ gelib gəldim. Bəli, cəmaatın rahatlığı üçün cəmaat rahat olacaq da. Bax, mən əlirəm, gedə bilmirəm. Marşrut yaxşıdır da, pulum verirəm arası eləməyə. Avtomobillə istifadə eləmək, 20 ildən artıqdır metrodan istifadə eləmək. O bizim üçün çətin olur ki. Uşaqla döyüş çıx. Pis, əlbəttə ki pis. Pis təsir, necə təsir edə bilər ki? Ən azından bürgədən gedir. Bu barədə nəsə bir şey bilirlər ki, onu ediblər də. Başqa cür yəqin ki alınmayıb.